imanın şirinliyini, həqiqətini, ləzzətini dadan adam mümkün deyil tam dindən çıxsın. Mümkün deyil. O deyirsən bizim yanımızdaydı. O bizim yanımızda olsa da o məqsəd yönlü bizim yanımızdaydı. O imanın şirinliyini, dadını, ləzzətini heç vaxt dadmayıb. Bax, mən sizə bir şey deyim. Görmürsünüz əxi? O nəsranilərdə, xristiyanlarda rahiblər yoxdur əvvəl. İndi gəlib İslama hidayət olub. Əvvəlki şəkillərini paylaşır. Əvvəl məsələn kilsədə idim, indi saqqalda ibadət edir. Görmüşük də bunu. Yüzlərlə, minlərləndir bu. Vallahi əxi, bir nəfər görmərsən ki, şeyx olsun, müslim imamı, alim, əhl-i sünnə, sələfi, dadıb, ibadət illərdir. Gedib indi kilsədə işləyir, rahibdir. Görmürsünüz eləsini? Eləsi yoxdur. Oradan bura var. Buradan ora yoxdur. Niyə? Sual vermirsən özvət, Teymur, niyə? Çünki Allahu Akbar, bu səcdənin, imanın, ləzzətin, bu hidayətin şirinliyini dadan adam o asili eləyər. Günaha düşər, mümkündür. Özünə qarşı. Rəbbim, ya Rəbbim, zəiflədim, azdım yoluma. Bu olur müsəlmanlarda. Müsəlman böyük günaha düşə bilir. Amma dinini dəyişsin. Getsin ora. Bunu görəndən sonra getsin ora. Ola bilməz bu. O deyirlər ya hərdən. O bir neçə dəfə qabağıma çıxır, birindən söhbət edirəm. Deyir, mən də sizi kimi əvvəl Abu Bakr məscidində idim. İndi fikir ver. Gör cəmaatı necə aldadır. Mən də Abu Bakr görmüşəm, mən də sələfi idim, mən də əhl-i sünnə idim. İndi rafiziyəm deyir. Fikir ver. Necə aldadır cəmaatı. Qardaş, Abu Bakr məscidinin yanından keçib bir dəfə. Sən olasan, Abu Bakr da olasan, namaz qalasan, ibadət eləyəsən illərdir orada. İndi gəlib rafizi olasan, müstahildir qardaşım. Amma mən sizə yüzlərlə, yəni tanıdığım adam, şişirtmədən deyirəm. Rafizi deyir, zəncir vuran olub. Qardaş dində əhl-i sünnə daxildir. Vallahi, şişirtmədən deyirəm sizə. Sözümün canı odur ki, insan o imanın şirinliyini dadandan sonra çıxa bilməz oradan qardaş. Azar, zəifliyər, qumar oynayar, zina edər, içki içər, vallahi içər. Amma o ömür boyu dinini değişmez kardeşim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Deməli, Vəhabilərin bir videosu kanallarına qoyulub. Əbu Bəkir məscidini görən sonradan rafizi ola bilər. Güya belə bir başlıqda bəhs hazırlayıblar. Və əvvəla bunlara sual vermək lazımdır ki, o Abu Bakr deyirsiniz ha, o Abu Bakr məscidinin nə haqqında sizə kim o səlahiyyəti verir ki, o məscidin adına Abu Bakr qoymusunuz? Bir nəfər ağlayanda deyirlər Peyğəmbər yas saxlayıb. Bir nəfər mövlud eləyəndə deyirlər Peyğəmbər mövlud eləyib. Peyğəmbər məscidinin adına Abu Bakr qoyub, Ömər məscidi qoyub. Növbə Şiiyə çatanda, Əhl-i Sünnəyə çatanda Peyğəmbər eləyib, Peyğəmbərdən dəlil istəyirlər. Halbuki özləri Abu Bakr adlı bir dənə məscid qoyublar. Məscidin adına Abu Bakr qoyublar. Və deyirlər ki, biz heç vaxt ola bilməz bir nəfər Əbu Bakr məscidinə gəlsin və illərdir orada ibadət eləsin, sonra geçsin rafizi olsun, özünü döysün, vay-şüvən eləsin və yaxud da şirk eləsin. Dəfələrlə dəvət eləmişik, indi də dəvət edirik. Kişi kimi gəlin, həmin o şirk təvhid bəhsini eləyir. Səhabə ədaləti, ondan sonra xəbəriyyə sifətləri, sonra görək müşrik bizi yoxsa siz. Bir nəfər də indiyə kimi təklifimiz açıqdır. Yəni qalıcıdır, yerindədir. Gəlsinlər YouTube üzərindən canlı bəhs eləyə görək ki, biz müşrikik yoxsa yox. Tək oturub alternativsiz danışmaq onu hamı bacarar. Və vay etməyə qaldıqda isə, yəni güya şiəlikdə bir dənə zəncir vurmaqdır, başqa heç bir şey yoxdur. Onu da heç kim də vurmursa vurmasın. Nə vacibdir, nə bir şey. Kimsə vurmursa vurmasın. O şiəliyin təməlindən deyil ki, köklü məsələlərindən deyil ki. Və sonra deyir ki, biz dəfələrlə görmüşük ki, güya yalandan kimsə deyib ki, mən əvvəllər Vəhabi idim, sonra rafizi oldum. Sənə ola bilər o adam gəlməyib. Mən özüm adamlar tanıyıram. Bizə yazıblar hətta, vallahi yazıblar bizə ki, bu kanalın bərəkətindən mən şiə olmuşam. Və başqa qardaşların bərəkətindən. Əbu Bakr məscidində gönlə özəlliyi var ki, ora gələn artıq oradan çıxıb başqa din. Mən adam tanıyıram ki, Vəhabilərin arasında olub. Sizdən də bəlkə qat-qat güclü, imanlı Vəhabilər olublar. Dönüb gəlib şiə olublar. İstər öz ölkəmizdə olsun, istər məsələn, ərəb camiyyəsində olsun, fars camiyyəsində olsun, dəfələrlə bunun şahidi olmuşuq. Özləri çıxış edirlər, lazım olsa bir-bir inşallah onların haqqında danışarıq. Və bu sənə yalan gələ bilər, bizə yalan deyil. Bizə görə də sənin danışdığın yalan boş söhbətlərdir. Sənin elə yalanın buradan bilinir ki, sən deyirsən ki, mümkün deyil ki, bir nəfər illərlə Vəhabi olsun, yəni bunların dediyinə görə sələfi olsun, sonra gəlsin rafiz olsun. Niyə ola bilmir ki, o qədər olub ki? Faktiki olaraq olub da. Yəni sən bilmirsən, inanmırsansa özün bilərsən. Faktiki olaraq biz tanıyırıq, olub. Və Əbu Bakr məscidinə gəldikdə isə güya Əbu Bəkir məscidində gör necə iki başlı danışır. Yəni elə danışır ki, yəni sən ki deyirsən ki, o adam ki gəlib sələfilikdən, yəni Vəhabilikdən gəlib şiə olub, o imanın ləzzətini dadmayıb. Yəni güya gəlib, misal da vurur ki, stolda əyləşib, yeməyib, içməyib, sadəcə oturub orada. Yəni güya imanın şirinliyini dadmayıb. Yəni elə danışırsan ki, bunu elə hamısı deyə bilər də.
Bir dənə əhl-i sünnə deyə bilər ki, hər kim ki sünni idi, getdi vəhabi oldu, o sünniliyin şirinliğini tatmayıb. Bir şiə də deyər ki, o kəs ki şiə idi, getdi vəhabi oldu, o şiəliyin şirinliyini, imanın şirinliyini tatmayıb. Sonra da ki, Əbu Bakır dediyimiz məscidi görürük də. Yəni müəzzini qoy kənara, öz imamınızın haqqında, öz şeyxinizin haqqında, hansı ki sən özün bir vaxt onu Muhammed ibn Abdülvəhabı bənzədirdin, müqayisə edirdin, öz çıxışında var. Həmin adamın haqqında nə gəldi danışırsınız, min cür təhqirlər eləyirsiniz, bir cahildir, bidət, sünnəyə bidət deyir, bidətə sünnə deyir və yaxud dostu çıxır deyir ki, məndən neçə min dollar alıb atıb mənə. Özünün etirafı var ki, deyir vəhabilik, pul gücünə yaydılar vəhabiliyi. Görsən cahildir, yalan danışır, onu düzgün çatdırmayıblar. Və o cəmiyyəti şərreyn deyirdim. Bəli, o təkfirçi xavar və nə qədər uşaqları azdırdı o təşkilat pulla və nə qədər uşaqları azdırdı o təşkilat pulla. Və yaxud başqa bir malqara şəriki var idi, debat fərarisi, bizə debat təklif elədi, qaçdı sonra. Özü səsini gizlinsə yazıb, özü də deyir ki, mən bunu kişilikdən hesab eləmirəm. Təqribən bu cür bir söz deyir. Amma yazıb gizlinsə səsini YouTube'a qoyublar, malqara qırığını gedir arada, dava qırığın gedir. Bir nəfər etiraz eləyəndə deyirlər, sənə neft lazımdır, qaz lazımdır, niyə etiraz edirsən? Özləri malqaranın qırığını eləyirlər ki, o atıb buna, bu onu alladıb bu cür. Yəni budur da Əbu Bakır məscidindən çıxan insanlarımız bunlardan ibarətdir. Bir-birini qırırlar. YouTube doldu bunların dava qırğınları ilə. Bir-birinin haqqında ədəbsiz söz deyəndən tutmuş, yüngül tənqid edənə qədər doludublar. Və indi gələk o şəxsin sözünə ki, deyir ki, güya sələflikdən çıxıb zəncir vuran olacaq. Güya ki, indi şiəli ancaq zəncir vurmaqdan ibarətdir. Yaxşı, bəs bir nəfər şiəlidən dönsə, geçsə, vəhabi olsa nə olacaq? Birincisi, baldırpərəst olacaq. Buxarisində yaxud Müslimində gəlib ki, Allah gələr və onu tanımazlar. Allah başqa bir şəkildə gəlmiş deyə tanımadılar onu. Sonra deyər ki, sizinlə Rəbbinizin arasında bir əlamət varmı ki, onunla Rəbbinizi tanıyırsınız? Deyərlər, bəli, baldır. Allah baldırını açar, bunlar səcdə eləyərlər. Bəli, şiəlidən çıxan vəhabi olsa, bu olacaq. İkincisi, şiəlikdən çıxıb vəhabi olan nə olacaq? Heç nə. Gedəcək üzü tüksüz, əşşəbul əmrəd, üzünə tük çıxmayan, saçı buruq, qıvrıq olan bir dənə Rəbbə başlayacaq ibadət eləməyə. Necə ki, biz göstərmişik səhih. Alimləri deyir ki, bəzi alimlər bu hədisi səhih hesab edirlər. Peyğəmbər yuxuda deyir, Rəbbimi belə gördüm. Əşşəbul əmrəd məşhurdur. Dəfələrlə danışmışıq da bu barədə. Üçüncüsü, bir nəfər vəhabi olsa nə olacaq? Bir dənə Allaha ibadət edəcək ki, hikmətsiz bir Allah, nəuzubillah, Rəbb, vəhabilərin Rəbbi. Nə edir bu? Deyir ki, xəlq etməzdən əvvəl hamıdan ucadadır. Xəlq edəndən sonra ərşi təzdən qalxır uzalığa. Yəni ucada olan hansı uzalığa qalxır? Bu Rəbbə ibadət edirlər və yaxud da enəndə həm də göydə qalır. Bu məsələ, hadisə necə bir şeydir? Bunu izah eləmələri mümkün deyil. Bunu izah eləyə bilmirlər ki, bu necə olur? Belə bir Rəbbə ibadət edəcəklər. Və yaxud günün 1/3 hissəsi də enəndə yerə, o yerdə ki, gecənin 1/3-dir, son 1/3-dir, orada Allah enib yerə, o yerdə ki, gecənin 1/3 hissəsi deyil, orada Allah göydədir. Neçə Allahdır bilinmir. Müşriklikdən başqa bir şey deyil bu. Beşinci, bir nəfər vəhabi olsa nə olacaq? Heç nə. Elə bir peyğəmbərə iman gətirəcək ki, Əbu Bəkir, Ömər, hətta Ali Saud o peyğəmbərdən ağıllıdır. Çünki Əbu Bəkir özündən sonra xəlifə təyin elədi. Ömər həmçinin şura vasitəsilə xəlifə təyin elədilər. Ali Saud özündən sonra sağ olanda kral vəliəhd təyin eləyir, amma peyğəmbər ümməti başlı başına buraxıb səqifədə qırğınlar düşür və s. və s. Altıncısı, bir nəfər vəhabi olsa nə olacaq? Heç nə. Səhabəsi peyğəmbərinin ağıllı olacaq. Kim? Ömər. Təravih namazı misal üçün. Deyirlər ki, peyğəmbər qıldırmışdı, cəmaat da getdi, oturdu evində ki, qorxuram sizə vacib edilər. Amma Ömər xəlifə olandan sonra ağıllı çıxdı, dedi ki, onsuz da daha Allah ayə indirməyəcək. Gəlin bunu qılaq. Bu gün də vəhabilər qılırlar, xeyirli bilirlər qılırlar. Bu xeyri deməli peyğəmbər görmədi. Peyğəmbərin ağlına gəlmədi ki, düşün ki, Allahın nəuzubillah, yəni bu təbir səhihdirsə, zehnində gəlmədi. Yəni Allah bilmədi ki, bunu ki, düşün ki, bəli, kim istəyir qılsın, kim istəyir qılmasın. Amma peyğəmbərin də zehninə gəlmədi, düşün ki, mən vəfat edəndən sonra Quran xətmi olanda qılarsınız, Allah da onu da vacib edə bilməyəcək. Hə, Ömərin ağlına gəldi. Ömər deməli peyğəmbərin ağıllıdır. Yeddincisi, bir nəfər vəhabi olsa nə olacaq? Heç nə. Səhih hədislərində var ki, peyğəmbər deyir, məndən sonra nəbi, peyğəmbər gəlsəydi Ömər olardı. Amma bu Ömər heç xəlifə olmağa layiq deyil. Səqifədə Əbu Bəkir heç demədi, Ömər heç kim demədi ki, peyğəmbər belə demişdi axı. Bir insan ki, xəlifə olmağa layiq deyil, öncə peyğəmbər olacaqdı.
Bax, buna etiqad edəcəkdilər əgər Vəhabi olsaydılar. 8-ci nədir ki, Şiə dönüb Vəhabi olsa nəyə etiqad edəcək? Heç nə. 12 xəlifə hədisi var, 12 imam, 12 əmir müxtəlif təbirlərlə gəlib səhih hədisi Vəhabilərdə. Onun mistaqlarını 14 əsrdə yığıb yığışdıra bilmirlər. Hansı mistaqlarını gətirirlər, düz gəlmir. 9-cu məsələ, bir nəfər Vəhabi olsa nə olacaqdı? Heç nə. Birinci xəlifələrini sahabələr seçirlər, axırıncı xəlifələr, 12-ci xəlifələrini İmam Məhdini isə Allah seçir. Vəhabilərin etiqadı budur. 10-uncusu, bir nəfər Vəhabi olsa nə olacaqdı? Heç nə. Deyəcəkdi ki, hakim başından da vursa, əlindən malva alsa, susub itaat eləməlisən, heç bir şey deyə bilməzsən. Amma kafir olsa, hə, müəyyən şərtlərinə etiraz eləmək olar. 11-incisi, bir nəfər Vəhabi olsa nə olacaqdı? Həmin etiraz eləmək olmaz deyən Vəhabilər Təlhələri, Zübeyrləri, Ayşələri, Muaviyyələri, Əmrasları, sahabələri behişdə ən yuxarı yerdə, ən yaxşı yerdə onlara yer veriblər. Hansı ki, onlar zamanlarında adil hakimdə İmam Əli əleyhissalam qarşı çıxıblar. 12-incisi, Vəhabi olsa bir nəfər nə olacaq? Buna etiqad edəcək ki, Cəməl Siffin döyüşündə sahabələr imama qarşı çıxıblar. Amma illər, əsrlər ötəndən sonra alimləri yığılıb icma ediblər ki, yox, qarşı çıxmaq olmaz. Alimləri sahabələrindən ağıllıdır. 13-cü nə olacaqdı? Özləri deyirlər ki, Peyğəmbərin etmədiyi şey etmək olmaz, bidətdir. Özləri isə Peyğəmbərin zamanında olmayan, Əbu Bəkirin zamanında olmayan, Ömərin zamanında olmayan, Osmanın zamanında olmayan, sahabə zamanında olmayan radiyallahu anh sözünü uydurublar özlərindən bidət kimi. Və Peyğəmbərin ailəsinin yanında sahbih sözünü əlavə ediblər bidət kimi. 14-cü məsələ, bir nəfər Vəhabi olsa nə olacaq? Peyğəmbərin icazə verdiyi, sahabələrin etdiyi, Müslimdə gələn müvəqqəti əqdi siğə adlandırıb, lağ edib, digər tərəfdən bu nömrəyə zəng çatmır əqdinə, izdivacına, əməl edəcəkdilər. Onlarda var ki, bir nəfər təlaq niyyəti ilə izdivac edə bilər. Gəlir başqa şəhərə, orada təkdir, günaha düşə bilər. Bir nəfərlə evlənir, bu niyyətlə ki, ilahi, mən öz içimdə, qəlbimdə, beyni və beynək, özümlə sənin aranda talaq verib gedəcəyəm. Müftilər dedilər ki, bəli, olar. Xanımın tərəfi də zəng vurur, deyir ki, bu nömrəyə zəng çatmır, kişi çıxıb aradan. Bu və sair məsələlər ki, biz bunları dəfələrlə qeyd etmişik, PDF variantına qədər qoymuşuq, dəlilləri göstərmişik. Kim də inanmazsa hansı elm tələbələrindən buyursun, tələb eləsin, desin ki, yox, yalandır. Biz buna növbəti dəfə həmin qeyd etdiyimiz bütün bu 14 dənə məsələ və digər məsələləri göstərək. Ürəkləri də istəyir, gəlsinlər canlıda birinci sahabə ədaləti mövzusunu bəhs eləyək. Qorxurlarsa xəbəriyyə sifətlərini bəhs eləyək. Qorxub gəlmirlərsə Tohid, şirk məsələlərini bəhs eləyək. Qorxub gəlmirlərsə o mövzuda da gəlsinlər görək o 12 xəlifə imamət və buna bənzər məsələləri bəhs eləyək. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.